Bir daha salam. Bugün fəlsəfə haqqında danışacağıq. Qonağımız Elvindir. Xoş gəlmisən Elvin. Özün haqqında qısa belə təqdimat edə bilərsənmi? Sən kimsən, nəçisən, nə iş görürsən, fəlsəfə ilə əlaqən nədir? Salam Tunay, salam. Çox sağ ol əvvəla məni çağırdığınız üçün. Deməli, Elvin Xəlilov, 25 yaşım var. Öz işim təbii ki, fəlsəfə ilə əlaqəli deyil. Amma yəni sahəm inşaat şirkətində satışda çalışıram. Amma YouTube kanalım artıq deyim də bir 7-8 aydır ki, fəlsəfə və yaxud da podkast, elmi mövzularda həm podkastlar, həm də videolar paylaşıram. Bitirdim. Əla, əla. Xoş gəlmisən. Məncə, mənə elə gəlir ki, bütün filozofların hamısı elə filozof olmayıblar da, hərəsi başqa işlərlə məşğul olublar, amma sonradan fəlsəfəni də öyrəniblər, fəlsəfi fikirlər yürüdüblər. Məncə orada bir ziddiyyət yoxdur. Mən sualımı oraya gətirim ki, bəs məqsədin nədir? Niyə fəlsəfi mövzularda video çəkirsən? Niyə fəlsəfi mövzuları insanlara yayırsan? Bu cür deyim, əslində məqsəd nədir? Məqsəd təbii ki, birinci olaraq özümə sevdiyim və həmçinin də həvəsli olduğum sahədir. Artıq 10 ilə yaxındır ki, mən bu sahə üzrə həvəskar olaraq araşdırma edirəm. Bu özümə maraqlı olan hissəsi təbii ki, amma misal üçün özümə maraqlı olan hissəni niyə görə həm də cəmiyyətlə və yaxud da izləyicilərlə paylaşıram? Çünki fəlsəfə elə bir mövzudur ki, yəni sən müəyyən mövzuları sorğuluyursan və yaxud da çalışırsan və anladığın, sorğuladığın mövzuları eyni zamanda da izləyicilərə çatdırmaq istəyirsən. Əslində bir növ çatdırılma hissəyidir. Yəni səni səndən başqa da kimlərinsə eşitməyini, kimlərinsə anlamasını və yaxud da tam tərsi, kimlərinsə səni yanlış çıxarmağını gözləyirsən sanki. Yəni çünki fəlsəfədən başqa mənə görə, şəxsi düşüncəmə görə bütün digər sahələr əslində sənin öz həqiqətlərini çatdırmaq üçündürsə, fəlsəfə daha doğru sən öz fikirlərini ona görə çatdırırsan ki, öz fikirlərini ətrafın şərhləri ilə daha da belə deyək də yoğurub müəyyən bir fikir alması alasan. Yəni burada fərqi yoxdur, sən səhvsən yoxsa düzsən, önəmli olan fikirlərini çatdırmaqdır. Yəni fəlsəfə sırf fikirdir, yəni fikri çatdırmaqdır, yoxsa mən onu tam başa düşmədim. Fikir çatdırmaq deyəndə burada tək fikir deyil, təbii ki, burada fikirlərin sistematik forması da ola bilər, müəyyən bir sistemli forması da ola bilər və yaxud da müəyyən bir anlayış forması da ola bilər. Yəni şərt deyil ki, fikir olsun. Və yaxud da işin həm nəzəri, həm də praktik tərəfi var da burada. Yəni çünki fəlsəfə çox zaman nəzəriyyə ilə belə deyək də sabit qaldığı fikirləşilir. Buna daha ingilis aksanı isə oturduğun yerdə düşünmə deyirlər də bir növ. Yəni sən oturduğun yerdən sadəcə fikir yürüdürsən, amma fəlsəfə tam olaraq belə deyil. Əsasən də çağdaş fəlsəfə belə deyil. Həm məntiq, həm riyaziyyat, həmçinin də təməl elm sahələri ilə bir yerdə içsə, müəyyən bir fikir forması yaratma belə deyək də bir vasitəsidir, sənətidir. Sağ olasın. Aha, okey. Yaxşı, onda belə sən elə bil həm fəlsəfəyə izah verdin, fəlsəfənin nə olduğunu sanki bizə izah eləməyə çalışdın və niyə bunu etdiyini izah edin. İnsanlar yaxşı, Evet. sualı biraz belə başqa formadan, başqa bir sual verirəm. İnsanlar niyə fəlsəfə öyrənməlidir, öyrənir? Yəni, sən YouTube-da və ya hər hansı bir platformada fəlsəfi mövzuda izahlar verirsən, insanlara öyrədirsən və bir növ fəlsəfəni yayırsan da, belə deyək, fəlsəfəni yaymağa çalışırsan. Və sual budur, bir insan, mən oturmuşam evimdə, yeməyimi yeyib yatıram. Niyə gedib sənin YouTube-dakı fəlsəfə mövzularına baxım? Niyə hansısa fəlsəfi sual haqqında düşünüm? Niyə özümü narahat edeyim? Yəni, nə ehtiyacı var? Ümumiyyətlə, fəlsəfə ehtiyacsdırmı? Yoxsa fəlsəfə ilə belə boş vaxtda dəyərləndirə biləcəyin bir fəaliyyətdirmi? Nədir o cəhətdən belə izah edə bilərsənmi? İnsanlara nə qazandıra bilər fəlsəfə? Əslində belə deyək də, burada ümumi olaraq fəlsəfə adı altında deyirik, amma fəlsəfənin müəyyən sahələri var da. Məsəl üçün, bir insan ümumi olaraq fəlsəfə ilə maraqlana bilər, amma onun
maraq dairəsində olan sahələr ola bilər. Yəni məsəl üçün bir insan mütləq fəlsəfə ilə məşğul olur deyə fəlsəfənin varlıq sayılır deyə bir şərt yoxdur təbii ki. Mən fəlsəfəni hansı formada görürəm? Tutaq ki, sən bir supermarketə girirsən və supermarketdə fərqli növ çeşid ərzaq və yaxud da içki məhsulları ola bilər, amma sən bunların hamısını almırsan da, doğrudur. Fəlsəfə də əslində bu növ bir şeydir. O belə deyək də, insanın əslində insan olmasına görə formalaşdırdığı bir sahədir deyə hər sahəyə əl çatanlığı var və sən özünə lazım olanı seçib bir növ o mövzuda, o səpkidə irəliləyirsən və yaxud da həmin sahədə ixtisaslaşa da bilərsən və yaxud da sadəcə həvəskar şəkildə qala bilərsən. Niyə insanlar misal üçün sual verdin ki, sənin YouTube kanalına baxsın? Yaxşı sual təbii ki. Burada birincisi ola bilər ki, hər bir yəni o videoları izləyən şəxsin videoları izləyən şəxsin mənim paylaşdığım videolar arasında bir fikirlər üst-üstə fikirlər və yaxud da həvəs sahələri, maraq sahələri üst-üstə düşə bilər. İkinci, mən ümumiyyətlə yəni fəlsəfənin hamı üçün olmadığını deyirəm. Ən azından elə sahələr var ki, onlar hamı üçün deyil bəli. Amma bu insani bir şey olduğu üçün, yəni bir növ belə deyək də bizim müəyyən etdiyimiz hərəkətlər var ki, tutaq ki, yemək yemədir və yaxud da müəyyən insanın insan olduğu üçün etdiyi davranışlar var ki, bunlar onun seçdiyi bir anlayışlar toplusu deyil. Fəlsəfə də əslində bir növ o insanın özündən asılı olmayan əslində bir maraq dairəsi deyə düşünürəm. Ona görə hər insan əslində fəlsəfə eləyir, sən özün dedin bu səsdən əvvəl. Yəni ona görə əslində fəlsəfə hamı üçündür, həm də hamı üçün deyil bir növ. Yəni qısa bir cümlə ilə ifadə etmək olsa. Maraqlıdır. Mənə gəlir ki, fəlsəfəyə hər insanın gəlmə səbəbi başqa ola bilər. Bəzi adamlar çətinlik, hansısa çətinliyə düşür, çətinlik çəkir və buna görə fəlsəfəyə gəlir. Bəzi adamlar maraq, hansısa suala cavab axtarır, nəyisə öyrənmək istəyir və onu fəlsəfəyə gətirən şey maraq olur. Bəzilərini şübhə gətirir, çox şübhə edir nələrsə sorğuluyur və yavaş-yavaş fəlsəfəyə gəlir. Yəni elə bil ki, hərənin fərqli bir fəlsəfi mənə əlavə səs gəlmir arxadan. Yox, səsin gəlmir, amma səs arada qırılır elə bil sanki. Amma yox, əlavə səs yoxdur. Məsələn, sənin internetində problem var, səndə də arada danışanda arada səs qırılır, 1-2 saniyə itir. Amma məncə böyük problem deyil. Məndən əlavə səs gəlmirsə yaxşıdır. Onu demək istəyirəm ki, hərənin fərqli səbəbi ola bilər. Yəni əslində hamı eyni cür səbəbdən fəlsəfə öyrənmir və ya fəlsəfəyə gəlmir və ya ümumiyyətlə fəlsəfə öyrənmək deyəndə sanki belə adama belə başlayır ki, fəlsəfəni ancaq kitabdan öyrənmək olar. Bəzi adamlar var ki, onları heç bir kitab oxumayıblar, heç bir təhsilləri yoxdur, amma yaşadıqları təcrübə o qədər zəngindir ki, sənə bir cümlə ilə, çox sadə bir cümlə ilə bir həyatı, bir problemi belə sənə özətləyə bilərlər, sənə sadələşdirə bilərlər. Və o adama ləzzət verir. Mən bunu demək əslində hər kəs yaşadıqca özünün bir həyat fəlsəfəsi olur, yaşam fəlsəfəsi olur. Bəziləri işlə bağlı, bəziləri həyatla bağlı, insanlarla bağlı, hər belə kateqoriyada özünün bir fəlsəfi yanaşması olur. O cəhətdən mənə elə gəlir ki, hərənin öz səbəbi var. Mən keçirəm növbəti suala. Mənim tərəfimi başdan deyim ki, məncə fəlsəfə insanı narahat edir, xoşbəxt eləmir. Və insanı narahat edən bir şeyi niyə bu qədər, necə deyim, belə maraqlı göstərirlər, daha belə lazımlı bir şeymiş göstərirlər. Fəlsəfə səncə insanı xoşbəxt edir, yoxsa narahat edir? Və fəlsəfə ilə məşğul olmaq bizi narahat edirsə əgər, niyə məşğul oluruq? İnsanlar niyə fəlsəfə ilə məşğul olur? Bunu belə deyək də, bir cümlədə ifadə eləməli olsam, əslində, bizi narahat edən mövzular o qədər azdır və yaxud da o qədər süni və kimlərsə tərəfindən yaradılan və ya narahatlıqlardır ki, fəlsəfə sənin daha real əslində sıxıntıları ortaya çıxarmaq üçündür deyə düşünürəm. Və mən o bir ifadə var ya, cahillər xoşbəxtdir və yaxud da cahillik xoşbəxtlikdir. Mən bu fikirlə ümumiyyətlə razı deyiləm. Yəni burada xoşbəxtliyi ümumiyyətlə narahatlıq olmadan yaşanan bir həyat kimi
anlamağın xətalı olduğunu düşünürəm. Mənə görə, yəni fəlsəfə səni narahat eləyə bilər, bəli, amma bu sənin xoşbəxtliyi əlindən almır əslində mənə görə. Niyə görə? Məsəl üçün, əslində tarixdə bir sıra fəlsəfədə xoşbəxtlik cərəyanları var idi. Yəni xoşbəxtliyi izah edən cərəyanlar, məsəl üçün bu cərəyanların özünü də görsək, əslində xoşbəxtlik fərqli yanaşmalar var və bu yanaşmalardan bəziləri əslində sənin heç nəyə sahib olmamağın və yaxud da sənin arzularının ya ümumiyyətlə sıfıra endirilməsi və yaxud da minimuma endirilməsini tövsiyə edir. O cəhətdən deyirəm ki, fəlsəfə səni narahat eləyirmi və ya bu narahatçılıq sənin xoşbəxtliyini əlindən almaq üçün yox, əslində sənin gerçək problemlərini ortaya çıxarmaq və həmçinin də sənin gerçək həzzlərini ortaya çıxarmaq üçün orada duran bir sazi vasitədir. Və bir də bundan əvvəlki sualda belə bir ifadə səsləndirdin ki, fəlsəfə öyrənmək. Ümumiyyətlə fəlsəfə öyrənmək deyə bir şey yoxdur. Necə yoxdur? Əslində bəli, sən fəlsəfəci ola bilərsən. Türk dilində ayrım eləsək də, fəlsəfəci və filosof ayrımını eləsək, sən fəlsəfəni yox, fəlsəfə tarixini öyrənə bilərsən və yaxud da fəlsəfədəki anlayışları öyrənə bilərsən. Amma ümumiyyətlə fəlsəfə eləməyi öyrənmə deyə bir şey yoxdur da. Bu sadəcə sənin özündə formalaşdırdığın bir belə deyək, prosesdir və yaxud da anlayışdır. Ona görə hər kəs fəlsəfəyə gəlmə yox, hər kəs fəlsəfə eləməyə müəyyən qədər gələ bilir və daha sonra özünün seçdiyi yol artıq yenə deyirəm, özünün maraqlarından və yaxud da özünü həll edən mövzulardan doğur. Kiminsə üçün bu problem ola bilər dini problemdir. Ona görə yönəlir misal üçün dini fəlsəfəyə. Kimə görə bu problem daha köklü problemdir. Misal üçün bilgi fəlsəfəsinə yönələ bilər, varlıq fəlsəfəsinə və s. Aha. Mən də bu detallara girmirəm, bu xoşbəxtliyin fəlsəfəsi, həyat fəlsəfəsi. Bunları fikirləşirəm ki, növbəti dərslərdə daha belə detallı, dərinliyinə girə bilərik. Belə mən hələ ki giriş səviyyəsində suallar verirəm və fəlsəfəyə giriş mövzularını danışırıq da. Bir də bəzən dostlar əl qaldırırlar. Yəni sizin əgər fikriniz, sualınız, şərhiniz varsa, kanaldakı şərhlər səsini yaza bilərsiniz. Çünki bu səs yazımı olur da ya, bunu sonra YouTube-da paylaşacağam və ancaq hələ ki ikimiz danışa bilərik. Mən sualım belədir. Yaxşı, sən deyirsən ki, fəlsəfə öyrənmək yox, fəaliyyət edə bir növ hərəkətdir. Bəs fəlsəfənin praktiki həyatda, gündəlik həyatda bizə necə faydası olur? Yəni mən gündəlik işimi görürəm, həyatımı yaşayıram, dostlarım var və s. ailəm var və mən gündəlik həyatımda fəlsəfənin faydasını necə görə bilərəm? Mənə nə fayda verər gündəlik həyatda? Buna özündən nümunələr versən çox yaxşı olar. Məsələn, fəlsəfənin sənə real həyatda nə kimi faydaları olub ki, sən belə fəlsəfəni sevirsən? İndi burada əsasən məncə birinci bu suala cavab verməzdən qabaq fayda anlayışını mən açıqlamalıyam. Çünki məsəl üçün mənə görə fayda anlayışı sənə görə daha fərqli bir məfhum ola bilər və yaxud da mənə görə faydalı olan sənə faydasız gələ bilər əslində. Çox adi nümunədir. Məsəl üçün biz bu gün burada oturub hansısa kitab oxuyuruq, kitab müzakirə edirik, bu bizə faydalıdır. Amma kiməsə görə də bu kitab oxumaq o qədər də maraqlı və yaxud da faydalı bir fəaliyyət sahəsi deyil. Gələk fəlsəfəyə. Ümumiyyətlə niyə görə bu ayrımı elədim? Çünki biz faydanı hal-hazırda 21-ci əsrdə sadəcə fiziki olaraq görülə bilən və bizi müəyyən bir çərçivədə, yəni bu ola bilər maddi, ola bilər belə deyək də pul və yaxud da və s. yəni bu tipli ölçülə bilən fayda anlayışı çərçivəsində qiymətləndiririk deyə bəzən fəlsəfənin faydası ya yoxmuş kimi gəlir, ya da varsa da belə deyək də mənim ona ayırdığım zamanı daha fərqli bir yerə, misal üçün çox adi bir şey, adətən mənə deyirlər ki, fəlsəfə oxumağa ayırdığın zamanı ingilis dili öyrənməyə xərcləsəydin daha çox faydalı olardı. Yəni bunlara verdiyim ilk sual, yəni sən fayda deyəndə tam olaraq nəyi nəzərdə tutursandır. Çünki əgər bizim fayda anlayışlarımız eyni deyilsə, o zaman mən sənə oturub heç zaman fəlsəfənin faydasını izah edə bilmərəm deyə düşünürəm. Yox, belə çox siyasi cavab olur, çox üzr istəyirəm. Siyasi cavab vermə mənə. Mənə konkret cavab, mən belə deyim də, sənin həyatında nə dəyişib? Fəlsəfə sənin həyatına bax, sənin şəxsi həyatında nəyi dəyişib və sən bunu bəyənmirsən və bunu təbliğ edirsən. Sualı konkretləşdirirəm ki, daha rahat olsun. Okay, yox, mən ümumi belə deyək də giriş olaraq bu cavabı verdim, amma Başa düşdüm. özümdən
praktik olaraq cavab verəcəm təbii ki. İlk növbədə Aha, mənə aha. görə mənim mövzulara yanaşma şəklimi və həmçinin də bu bizim dünyamızda və yaxud da məsələ ölkə daxilində baş verən prosesləri daha yaxşı anlamaq və daha yaxşı qiymətləndirmək üçün mənə görə ən əvəzsiz vasitələrdən biridir. Çünki fəlsəfi məşğuliyyət və fəlsəfi problemləri fəlsəfi problemlər üzərində düşünmək əslində səndə sorğulama qabiliyyətini artırdığı üçün və eyni zamanda sənin yanaşmalarını daha ümumi, daha belə deyək də o rəsmi daha böyük və daha uzaqdan görə bildiyin üçün sənin o rəsmə dair verə biləcəyin cavablar və yaxud da müdafiə mexanizmlərin olur. Fəlsəfənin birinci yəni mənə ən böyük verdiyi təsir məhz bu ümumi ümumi şəkil görüb qiymətləndirə bilmə bacarığını yaratmaqdır. İkinci olaraq misal üçün mən bilmədiyim bir sahə haqqında fikir yəni bildirməyə çox yardımcı olub. Niyə görə? Çünki fəlsəfənin ən birinci özəl sual vermə bacarığıdır və düzgün sual vermə, o bir ifadə var ya, düzgün sual vermə bacarığı düzgün cavab almağın yarısıdır və sən düzgün sual vermə bacarığına sahib olmaq üçün mütləq şəkildə ümumi rəsmi görə bilməlisən. Çünki sən əgər sual verdiyin məsələni, məfhumu anlamırsansa, sən ona düzgün yanaşa bilməzsən. Bir növ səndə düzgün yanaşma formasını öyrədir. Yəni praktiki olaraq məndə etdiyi şey budur. Yəni yenə deyirəm, niyə mən girişdəki hissəni izah elədim? Çünki mən bu cavabı verməzdən qabaq məndən bu fikir səsləndirməyimi gözlənilə bilər ki, fəlsəfə sənə maddi olaraq nə qatdı? Misal üçün deyirəm, yəni bu gözlənti yaranmasın deyə əslində o giriş elədim. Yoxsa yəni burada siyasi cavab vermək üçün bir məqsədim yoxdur. Hə, başa düşdüm. Təşəkkürlər. Amma mən burada belə bir tənqidi bir fikir bildirim. Yəni sənin dediyindən belə başa düşdüm ki, fəlsəfə öyrənmək, fəlsəfə ilə məşğul olmaq sənə tənqidi düşüncəni qazandırır. Sənə və bəzi metodikalar verib, sən o üsullarla gündəlik həyatda sənə gələn məlumatı, sənə verilən fikirləri, sənə yeridilən fikirləri ayırd edə bilirsən və bu sənin həyatına təsir edir. Mən belə başa düşdüm. Onda aşağı yuxarı. onda belə deyək, məsələn, mən əgər o nəticəyə gəlmək istəyirəmsə, mən tutalım ki, mən tənqidi düşüncəni öyrənmək istəyirəmsə və mənə verilən məlumatı, mənə yeridilən fikirləri daha yaxşı təhlil etmək istəyirəmsə, mən gedib məsələn, bilmirəm də bu hansı sahədir, ola bilər pedaqogika olsun, ola bilər hansısa bir ilginc pedaqogikanın sahəsidir bu. İnsanların araşdırma, öyrənmə, tənqidi düşüncəsini formalaşdıran resurslar öyrənə bilərəm də. Məsələn, biri var ki, sırf tənqidi düşüncə haqqında və ya analitik düşüncə haqqında bir kitab oxuyum və mən oradan bütün metodları öyrənim. Biri də var ki, mən 5 dənə, 10 dənə fəlsəfə kitabı oxuyum və onları oxuduqca mən tənqidi fikrim formalaşsın. Yəni, nə demək istəyirəm? Sanki sən dediyin şey fəlsəfə öyrənmənin sənə gətirdiyi side effect deyirlər də buna, yəni ekstra bir üstünlük olubdur. Amma birbaşa özünün fəlsəfənin sənə verdiyi bir nəticə yoxdur sanki. Mən elə başa düşdüm. Bəlkə sən başa düşmüşsən. Yox, yenə deyirəm, yəni bizim burada fəlsəfə bizə fayda verəndə tam olaraq nəyi gözləyirik? Bu çox önəmli sualdır da. Misal üçün, əgər biz fizikanın nə olduğunu bilməyənə qədər, biz fizikadan tutaq ki, da bizə sağlığımızla bağlı yemək resepti verməyini gözləyə bilməzdik də və yaxud da bununla bağlı bir öngörümüz olmazdı. Biz gərək həmin sahənin nə olduğunu bilək və həmçində biz ondan nə istəyirik, bunu bilir. Biz fizikanı bizə sağlıqlı qida vermir deyə fizika bizə lazımsız deyə bilmərik də. Çünki fizikanın metodu və yaxud da onun öyrənmə üsulu və yaxud da öyrənmə predmeti başqadır. Biz ona görə fəlsəfənin predmetini bilməliyik. Tam olaraq fəlsəfənin predmeti nədir? Birincisi, mövzuya düzgün yanaşma bacarığı. Yəni, bəli, sən tutaq ki, IT sahəsində işləmək istəyirsənsə, bu sahədə çalışmaq istəyirsənsə, sənin gedib fəlsəfə kitabı oxumağa ehtiyac yoxdur. Sən gedib IT ilə bağlı müəyyən kurslarda iştirak eləyəcəksən və s. və s. Mən yəni o anlamda demirəm ki, mən mütləq fəlsəfə oxumalıyam ki, gedib IT ilə bağlı kitab oxuya bilim. Xeyr, burada çox belə deyək də, sən çərçivəni daraltdın. Burada ümumi yanaşmadan söhbət gedir. Misal üçün, mən IT-yə hazırlaşıram. Niyə görə? Çünki mən belə deyək də, mən nə istədiyimi bilirəm. Misal üçün, mənim fikrim əgər maddi olaraq önəmli deyilsə və mən həyatımı maddiyyat üzərində qurmaq
olmamışamsa, tutaq ki, mən gedib və yaxud da mənə hal-hazırda maddi olaraq geri dönüş edə bilməyən sahələr də seçə bilərəm və yaxud da mən gedib səfir olaraq hansısa bir çəlləyin içində də yaşaya bilərəm. Hansı ki, Yunanistanda da olmuşdu da bu. Yəni bir növ əslində yenə deyirəm də, önəmli olan hissəsi sənin nə istədiyini və nə istəmədiyini aydınlaşdırmaq üçün sənə lazımdır. Yəni burada sadəcə bizim yəni bizə faydası, bizə ümumi olaraq bizim həyat standartımızın ümumi arxa fonunda gedəcək musiqi kimi bizə faydası ola bilər. Başa düşdüm. Mən də gəlir ki, mən öz fikrimi bildirirəm. Fəlsəfə heç vaxt bizə bir cavab vermir və heç kim fəlsəfədə istədiyi şeyi tapa bilmir. Tutalım ki, kimsə həyatının mənasını axtarır, fəlsəfə ilə məşğul olur və başı daha çox qarışır. Kimsə xoşbəxtliyin nə olduğunu başa düşməyə çalışır, fəlsəfə ilə məşğul olur, başı daha çox qarışır. Yəni fəlsəfə heç vaxt konkret cavab ala bilmir ki, belə bir oyundur, sən aldığın bir oyundur, hətta başını qarışdıran, işləri sənin üçün çətinləşdirən bir fəaliyyətdir. Ona görə mənə elə gəlir ki, yəni fəlsəfə həmişə narahatlıq verir və sən heç vaxt istədiyin şeyi, axtardığın şeyi fəlsəfədə tapa bilmirsən. Fəlsəfədə həmişə bir mövzuya dair fərqli fikirlər, fərqli şərhlər olur və adamın başı daha çox qarışır. Yəni ona görə fəlsəfənin mənə görə elə gəlir ki, sanki faydası olmur. Bir şey axtarırsansa, fəlsəfədə onu tapa bilməyəcəksən. Belə deyə bilərəm. Mən belə deyə bilərəm. Keçirəm Deməli, digər suala. bir dənə Buyur. növbəti suala keçməzdən o bir əlavə edeyim. Deməli bir filosof var, Thomas Nazel, bilmirəm eşitmisiniz yoxsa yox. Onun çox maraqlı bir fikri var həyatın mənası ilə bağlı. Deyir ki, həyatın mənası bəlkə də elə həyatın mənasını araşdırmaqdan keçir. Yəni bizə əslində cavab yox, məhz o cavabı əldə etməyimiz üçün getdiyimiz yol əslində bizim həyatımızın mənasını təşkil edir. Təbii ki, burada da əslində yanaşma önəmlidir. Məsəl üçün sən əgər fəlsəfə ilə ona görə məşğul olursan ki, sən xoşbəxtliyin nə olduğunu tapacaqsan, yəni konkret olaraq da belə 2 kimi bir əlində cavabın olacaq. Təbii ki, bu deyil fəlsəfədə. Fəlsəfə sadəcə sənin özündə, sənin tutaq ki, indiyə qədər fəlsəfə tarixində xoşbəxtliyə dair verilmiş, misal üçün deyək də 10-15 dənə fəlsəfi nəzəriyyə var və sən sənə ən yaxın olanını seçirsən əslində. Niyə görə? Oradakı əsaslandırmalar, oradakı sübutlar sənə daha yaxın gəlir, daha doğma gəlir və yaxud da daha məntiqli gəlir. Ona görə əslində fəlsəfənin məhz çayxanada edilmiş söhbətlərdən fərqi budur. Yəni çayxanada sən ürəyin istədiyin fikir deyə bilərsən, sübut verməyə də ehtiyac yoxdur. Bir dənə qala sən öl. Bu sözün cavabı belə deməyin bəs eləyir, amma fəlsəfədə bu kifayət deyil. Fəlsəfədə mütləq şəkildə sənin təməl altyapın olmalıdır, fəlsəfə əsaslandırmaların olmalıdır, sənin fikrin mütləq şəkildə məntiqi ziddiyyətlərdən qaçmalıdır, mütləq şəkildə səslənən, maraqlı görünən arqumentdən kənar olmalıdır və s. və s. Yəni bu sadəcə söz yığını deyib keçmək deyil də fəlsəfə. Sənin həqiqətən də xüsusi bir yaxşı cavabından dolayı cavabın yaxşı bir alt təməl olmalıdır. Yaxşı, onda bir dənə sual verim buradan. Bizdə yəni mənim tanıdığım, gördüyüm adamların çoxu, fəlsəfə ilə həvəskar olaraq maraqlanan adamların çoxu fəlsəfəni YouTube-dan öyrənir. YouTube-dakı video kanallardan 10 dəqiqəlik, 15 dəqiqəlik və 20 dəqiqəlik fəlsəfə kanallarından nəsə öyrənir və öz fəlsəfəsini, öz cavabını tapıb yekunlaşdırır. Deyir ki, mən fəlsəfəni öyrəndim. Sual belədir. Akademik fəlsəfə ilə populyar fəlsəfə arasındakı fərq nədir? Hansı daha çox belə deyək də, daha faydalıdır, hansı daha ciddidir, hansı daha vacibdir? Fərqləri, yəni hansını eləmək lazımdır? Tutalım ki, mən oturdum, mən fərqli bir sahədə fəlsəfə öyrənəm, fəlsəfi fikirlərimi formalaşdırım. Mən gedib akademik kitablarımı oxumalıyam, YouTube-dan fəlsəfə videolarından baxmalıyam və ya çayxanadan mı öyrənməliyəm? Yəni fərqli nədir? Akademik niyə belə bir şey var? Akademik fəlsəfə və YouTube fəlsəfəsi deyilən bir şey var. Niyə belə bir şey var yəni? Əslində mən hal-hazırda bu ayrımı qəbul eləmirəm. Ümumiyyətlə YouTube fəlsəfəsi və yaxud da akademik fəlsəfə anlayışına. Yəni bir şəxs misal üçün öz fəlsəfi fikirlərini yenə ciddi formada YouTube səhifəsində və yaxud da hansısa bir bloqunda da əslində yazılı şəkildə və yaxud da video halında səsləndirə bilər. Yəni bu ayrımı qəbul eləmirəm fəlsəfədə. Bunu hardasa başqa sahələrdə demək olarsa da fəlsəfədə məncə bir çox sahəsində
düzgün olmazdı deyə düşünürəm. İkinci cəhətdən fəlsəfə elə bir sahədir ki, yəni elm vasitələrinin, yəni tutaq ki, hansısa bir elmi sahədəki, məsəl üçün olsun fizika, olsun kimya, yəni bunun bir öyrənmə düsturu var da, sənin və yaxud da mərhələlərin var. Fəlsəfədə biraz sanki bu mərhələlər itir, yəni çox səhvdir. Çünki konkret tutaq ki, mənə misal üçün səhifələrdə sual verirlər ki, ilk hansı kitabla başlayım fəlsəfəyə və yaxud da mən necə daha yaxşı fəlsəfə öyrənə bilərəm. Mən hər kəsə bildirirəm ki, mənim əlimdə bu cür resept yoxdur və mən həmin reseptlə də öyrənməmişəm. Məsələn, fəlsəfə öyrənmə resepti deyə bir şey yoxdur da. Yəni fəlsəfə nədir? Mənim ən çox özümü tövsiyə etdiyim yol nədir? Məsəl üçün girib açırsan hansısa bir fəlsəfə YouTube kanalını və yaxud da fəlsəfə saytını və yaxud da hansısa bir bloq səhifəsini və girib yavaş-yavaş oxuyursan, sən zaten oxuduqca sənə maraqlı gələn fəlsəfi yönü seçib həmin yön üzrə ya araşdıracaqsan, ya da ki, müəyyən bir yerə qədər oxuyub sənə lazım olanı alacaqsan. Yəni iminə belə deyək də, bütün fəlsəfəni oxumağa da ehtiyac yoxdur. Tutaq ki, mən özüm belə, yəni bütün fəlsəfəni oxumağa maraqlı deyiləm ki, oxuya da bilmərəm zaten. Ona görə yəni bu sadəcə bir şey, yəni əslində bayaq verdiyim nümunə kimi də bu bir supermarketdir. Sən supermarketə girmisən deyə bütün hər ərzağı, hər satılan şeyi almaq məcburiyyətində deyilsən. Sən sadəcə özünə lazım olanı və sənə maraqlı gələni. Yəni burada sadəcə söhbət ehtiyacdan da getmir. Çünki məsəl üçün biz həmişə supermarketdən ehtiyacımız olanı almırıq da əslində. Bəzən də estetik cəhətdən və yaxud da bəzən həmin an istədiyimiz üçün və yaxud da məsələn alırıq və istifadə eləmirik. Bu cür hallar da olur. Fəlsəfə əslində budur. Biz bəzən nəyisə ala bilərik, sonra bir müddət sonra görürük ki, yox, bu əslində bizim istədiyimiz deyildi və yaxud da bizə maraqlı olan deyildi. Mən deməli orada bir dənə şərh bildirim. Mən niyə elə bir fərqləndirdim, YouTube fəlsəfəsi ilə akademik fəlsəfəni fərqləndirdim. Proses belə gedir də. Bir dənə fəlsəfə kitabı var. Bunu tutalım ki, Kant və yaxud da Schopenhauer və ya kimsə yazıb. Filosof özü bir kitab yazıb. Fəlsəfi mövzuda. Bu başlayan bir adam üçün çox çətin olacaq. Sonra başqa bir filosof, başqa bir akademik oturub Kantın fəlsəfəsini təhlil edib, onu sadələşdirib və bir dənə kitab yazıb. Kantın fəlsəfəsi haqqında bir dənə kitab yazıb. Sonra başqa bir adam götürüb bu Kantın fəlsəfəsi haqqında yazılan kitabı oxuyur, başa düşür, bəlkə də oxumur, oradan özətini falan oxuyur, gəlir YouTube kanalı açır və Kant haqqında bir dənə YouTube videosu hazırlayır 5 dəqiqəlik. Deyir ki, Kant bunu demək istəmişdi, Kant bunu demək istəmişdi, belə olmuşdu. Yəni Kantın orijinal ideyası ilə, kitabı ilə o YouTube-dakı videodan öyrənən adamın arasında 3-4 mərhələ olduqda belə proses getdi. Və hər dəfə nəsə itdi orada. O fikir, ideya itir, dəyişir, formasını dəyişir və onu təqdim edən adamın biraz da belə özünün qatdığı qərəzli bir dəyişim olur. Öz fikrini qatır orada, öz pəncərəsindən onu izah edir. Mən onu demək istəyirdim ki, yəni bəli, həvəskar adam YouTube-dakı hansısa bir 20 dəqiqəlik bir video, fəlsəfə videosuna baxıb öyrənə bilər. Sadəcə səthi formada giriş öyrənə bilər və o artıq o fəlsəfə deyil də, əvvəl o sadəcə fəlsəfəni belə, bu adam nə demişdi, belə bilir, bir cümləlik özətlə keçə bilər. Mən onu görə fərqləndirdim ki, akademik fəlsəfə ilə YouTube-dakı populyar fəlsəfə, bu əslində bütün elm sahəsinə yəqin ki, aiddir. Hər yerdə elədir. Yəqin texniki sahələrdən başqa texniki sahədə o qədər də öz şəxsi fikri qata bilmirsən. Ona görə mən onu fərqləndirdim. Sənin cavabın da mənə aydındır, başa düşdüm. Əslində bu haqqında qəşəng danışmaq olar, çox danışmaq olar. Mən başqa növbəti suala keçirəm. Vaxtımız çox deyil. Bu sualların hamısını belə qeyd edirəm. Onları hərəsini ayrıca bir podkast kimi çəkə bilərik də, səninlə danışarıq. Onlar əslində yəni sırf kimsə. Sözündə bu gün 6 mövzu haqqında danışdıq və bu 6 mövzu bitdi. Zaten sən demişdin, bu elə mövzulardır ki, bu haqda kifayət qədər və kifayət mərhələli şəkildə danışmaq olar yəni. Yəni misal üçün eyni mövzuda bütün cavabları və yaxud da bütün alınacaq şübhələri belə deyək də, yəni sona çatdırmadıqsa, növbəti əslində podkastlarda da və yaxud da podkast deməyə öyrəşmişəm. Yəni bu cür səssiz yayınlarda da əslində suallar vermək olar, yəni sıxıntı deyil. Bəli, bəli. Mən bir dənə belə həm müşahidəmi bölüşəcəm, həm də sual kimi sənə soruşacağam. Sən də öz fikirləri bölüşərsən. Mən müşahidə etdiyim nədir? Bizdə yəni
bizim gəncliyimizdə, gördüyümüz gənclərdə 20-li, 18-19 yaşlarındakı uşaqların, gənclərin çoxunun həvəsi var, marağı var fəlsəfəyə və özdə yəni belə nisbətən də belə ağır deyəcəyimiz fəlsəfələrdə pessimist fəlsəfə filozoflara düzdür, onların sosial medianın, internetin təsiri var, onları populyarlaşdırır və necəsə bizim gəncliyimiz onlara meyllənir. Amma biraz daha belə çölə baxanda xaricilər, xarici gənclər belə deyək də, onların əgər sahəsi fəlsəfə deyilsə, bu sahə onlar maraqlı deyil. Onlar soruşsan ki, Schopenhauer kimdir, Nietzsche kimdir, bilməyəcəklər. Heç maraqlı deyil. Nə deyib onlara maraqlı deyil. Çünki onlar öz sahələrini öyrənirlər və həyatlarını yaşayırlar. Necəsə bizim gənclərin arasında fəlsəfə çox belə populyarlaşır. O xoşları gəlirmi, nədirmi? Türklərdə də var ha, türklərdə də belədir. Türklərin də məşhur YouTube kanallarına baxsan, çoxsu belə fəlsəfi mövzulardan danışırlar və milyonlarla adam baxır bu videolara, danışır, müzakirə aparır. Bizdə də belədir. Yəni, bunun səbəbini çəkməyə çalışıram ki, niyə bizim gəncliyimiz belə biraz da belə deyək də, praktiki olaraq faydası olmayan fəlsəfi mövzulara daha çox maraqlıdır. Amma başqaları o qədər də maraqlı deyil. Görürsən onun səbəbi nədir? Sən nə düşünürsən bu haqda? Sən ümumiyyətlə mənlə razılaşırsanmı? Belə bir müşahidə varmı səndə? İndi sən özün hazırda xaricdəsən açığı, yəni sən bunu daha yaxından müşahidə edə bilirsən. Mən bunu maksimum sosial şəbəkə üzərindən görə bilərəm. Tam da bilmirəm, yəni mən və yaxud da mən ümumiyyətlə bu Azərbaycan türk sosial mediasından başqa medianı izləmədiyim üçün bəlkə də müşahidə eləyə bilmirəm, ola bilər. Bu cür deyim əslində, tam da istəyir olsun Azərbaycan, istəyir Türkiyə, bəli bu sahələrdə sırf ixtisası fəlsəfə olanlar bu haqda danışmır, amma çünki fəlsəfə əslində ixtisası fəlsəfə olmağa ehtiyac duymayan bir sahədəndir. Çünki misal üçün bu cür deyim, mən Kant haqqında yazılmış bir şərh oxuyuram ki, Kantı anlaya bilmirəm. Amma əmin ol ki, mən Kant haqqında yazılmış şərhi də anlaya bilməyəcəm, əgər fəlsəfə ilə tanışlığım yoxdursa. Çünki bu biraz nəyə oxşayır? Ümumiyyətlə nümunə verəcəm. Məsəl üçün çağdaş fəlsəfədən, 21-ci əsr fəlsəfəsindən bu gün istənilən bir çağdaş fəlsəfə kitabınızı, yəni kitabı əlinizə alın. Orada demək olar ki, fəlsəfədən daha çox görəcəksiniz riyazi düsturlar və yaxud da müasir və yaxud da sözəl olmayan belə deyək ya düsturlar ya da qrafiklər görəcəksiniz. Çünki fəlsəfənin artıq yeni aldığı belə deyək yol daha fərqli bir yoldur. O cəhətdən deyirəm ki, məsələn bu gün Azərbaycanda və Türkiyədə əslində məşhur olan fəlsəfə sosial mediada çox təəssüf ki, yəni o bəzi səhifələrin sözü paylaşıb, arxasında bir dənə mahnı qoyduqları ya fəlsəfi şəxslərdir, ya da fəlsəfi mövzulardır. Bunlar ola bilər daha çox məşhur, misal üçün Schopenhauer və yaxud da Nietzsche və sair və sair. Çünki bu şəxslərin bəli fəlsəfəsi mən demirəm ki, çox belə loru və yaxud da ağır olmayan fəlsəfədir, amma daha belə deyək yüngül, ən azından hazırki çağdaş fəlsəfədən və daha üzərinə söz deyilə bilən fəlsəfələrdir. Niyə görə? Misal üçün bu gün əgər 21-ci əsrdə hansısa bir filosof oturub fəlsəfə ilə riyazi modelləri birləşdirirsə, buna universitetdə oxumayan və yaxud da ən az təməl kitabları almayan biri həmin kitabları anlamaqda kifayət qədər çətinlik çəkir ki, mən belə misal üçün və yaxud da fəlsəfə oxuyucusu belə həmin kitabları çətinlik çəkir. Yəni əslində bu gün çox təəssüf ki, bizim fəlsəfəyə olan marağımız da əslində sosial mediadakı üzdə olan fəlsəfi mövzulara əslində olan həvəsimizdir, marağımızdır. Məsələn, bu gün ilk dəfə əlinə fəlsəfə kitabı alan bir şəxs mütləq ya oxuyur Nietzsche, ya oxuyur Platon, yəni standart və şablon bir oxuyucu olaraq başlayır. Bundan sonra artıq daha əgər özünü inkişaf etdirə bilirsə, daha belə deyək də marjinal fəlsəfə oxuyucusu olma yoluna girir və yaxud da olmursa da ya tipik o tipli fəlsəfə kitablarında qalır, ya da ki, yenidən yönəlirlər Elxan Elatlı oxumağa. Mən burada belə bir sual vermək istəyirəm ki, bu ehtiyac varmı? Ümumiyyətlə bax, belə deyim, mən fəlsəfə oxumaq istəyirəmsə, fəlsəfəni öyrənmək istəyirəmsə, mənim Platonu, Sokratı, Aristoteli oxumağıma ehtiyac varmı? Yəni 1000 il keçib bunların üstündən, özün də deyirsən ki, çağdaş filosoflar var. Tamam ki, Dennett var. Mən
oxumağa, öyrənməyə başlayanda mən bütün o tarixi xronoloji olaraq oxumalıyam mı? Hamısını oxuyub sonra gəlib baxır Denetimi oxumalıyam. Məsələn deyirəm də ən müasirlərdən kimsə. Hı -hı. Və ya da birbaşa ən müasiri oxusam mənə bəs eləyəcəkdir. Yəni məsələn indi niyə hələ də adamlar Platon oxuyur, Aristotel oxuyur, hələ də onların adı keçir. Yəni 1000 il keçib, fəlsəfə 1000 ildə heç qabağa getməyib, yəni bunlardan qabağa keçə bilməyibmi? Niyə bunlara ehtiyac var? Köhnəlməyib o fikirlər, o söhbətlər. Yəni müasir fəlsəfə danışılmaq əvəzinə onlara niyə ehtiyac var? Okay, başa düşürəm. Akademik fəlsəfədə, fəlsəfə tarixində, fəlsəfənin əsaslarında onları oxumaq olar, öyrənmək olar, amma bizim bugünkü aktual mövzuda mənə elə gəlir ki, onlar artıq arxaikdirlər, köhnədirlər. Onlara ehtiyac yoxdur axı. Səncə ehtiyac varmı? Yəni fəlsəfə öyrənən biri gedib onu oxumalıdırmı? Platon, Sokrat və ya başqası. Əslində hə cavabı versəm də xətaya düşmüş olacam, yox cavab vermiş. Niyə görə? Əslində bu gün misal üçün bəli, Platon, Aristotel arxaikləşib, amma misal üçün sənə nümunə kitablar da verə bilərəm ki, bu adamlar öz fəlsəfələrini Aristotel fəlsəfəsi üzərinə qurmuş şəxslərdir. Yəni burada bəli, həmin şəxslərin fikirlərinin üstündən 1000 il keçib, amma bu gün o fikirləri inkişaf etdirən şəxslər var. Yəni fikirlər daim əslində itmir də, yox olmur. Bu fikirlər ya inşa olunur və inşa olunanla yeni halını almış olur və yaxud da əslində haqlısan, misal üçün nə mənada haqlısan? Bu gün biz 1000 il əvvəlin fəlsəfə kitablarındakı mövzularla indiki mövzuları üz-üzə qoysaq, əslində demək olar ki, suallar özləri dəyişməyib. Yəni yenə də sualımız budur ki, insan kimdir və yaxud da xoşbəxtlik nədir, ədalət nədir və s. və s. Hə, yeni mövzular əlavə olunubmu? Olunub. Misal üçün buna süni intellektin və yaxud da süni zəkanın işin qata bilərik və yaxud da hazırki inkişafı göz önünə ala bilərik. Amma ümumi olaraq təməl mövzular niyə görə dəyişməyib? Çünki bu sanki biraz şey oxşur da. Misal üçün niyə görə 200 il əvvəl hələ də riyaziyyatda 200 il 2 aktual idi, bu gün də aktualdır. Çünki bu riyaziyyatın belə deyək də sıfır təməlidir. Eyni zamanda da bu Platon, Aristoteli bilmədən də əslində biz bəzi şeyləri anlaya bilmərik. Çünki Aristotelin bəzi anlayışlarını və ya da Platonun bəzi anlayışlarının üzərinə inşa olunmuş düşüncələr var. Yəni bir növ misal üçün sən mənə bu sualı verə bilərsən ki, mən əgər cümlə qura bilirəmsə, niyə anadan olan uşaq hərf öyrənməyə başlayır? Çünki hərf öyrənməyə məcburdur. Bir növ əslində biz də o öyrənmək üçün Aristotelə, Platona, bəli, söhbət ümumi olaraq mən durumu oturum ilkin fəlsəfi kitabdan başlayım və çağdaş dövrə qədər hamısını bir-bir oxumaqla belə deyək, vaxtımı keçirim. Birincisi buna zaten zaman satmayacaq. Müəyyən təməl kitablar var ki, bunları oxumaq lazımdır, bəli. Belə amma sənin cavablarında ziddiyyət var. Sən bayaq deyirsən ki, kimsə YouTubedan baxıb fəlsəfə öyrənə bilər, amma indi də deyirsən ki, yəni fəlsəfənin ABC-si Platon, Aristotel, Sokratdır. Onları oxumadan fəlsəfə öyrənmək, hərfləri bilmədən cümlə qurmaq olmaz da, onları oxumaq lazımdır. Mən belə başa düşürəm. Yəni biraz ziddiyyət yaranmır. Yəni indi hansı düz oldu? Biz birbaşa ABC-dən başlayıb onları oxumalıyıq, yoxsa YouTubedakı 5-10 dəqiqəlik videolarını öyrənə bilərik bunların hamısını? Yox, yəni YouTubedakı 5-10 dəqiqəlik video ABC-dən ibarət ola bilməz. Bunu ancaq şeylə sənəd edirik ki, kitablarla. Hə, yəni YouTubedakı ABC videolarından başlamaq lazımdır. Yox, yəni mən yenə deyirəm də, misal üçün kiməsə görə izləmə daha rahat ola bilər, eşitmə daha rahat ola bilər, kiməsə də oxuma daha rahat ola bilər. Yəni bu fərqli seçimdir, belə deyək. Yaxşı. Aydındır. Fəlsəfə maraqlı olmayan insana necə baxırsan? Sual çox radikal sualdır. Daha doğrusu mənə bu şeyi verirsən də, radikallığı verirsən. Seçim kimi. Hə, nə düşünürsən? Biraz belə kobud sual oldu da. Yəni heç bax fəlsəfə ilə maraqlanmayan, heç bir fəlsəfi sual ona əhəmiyyət kəsb eləməyən, öz həyatını yaşayan bir insanla oturub söhbət edərsənmi? Sənə maraqlı gələrmi bu insan? O insan haqqında nə düşünürsən? Açığı məncə elə bir insan yoxdur.
Yəni hətta bu insan ömür həyatı boyu kitab oxumasa belə yenə deyirəm axı, çünki fəlsəfənin biraz insan olmaqla da bir ilgisi var da, Türklər demiş. Yəni ona görə tarix boyu elə bir insan olmayıb məncə. Elə bir insanlar ancaq kim olub? Yəni anadan olan kimi ölən insanlar və yaxud da şüurlu yetkinliyə çatmayan insanlar olublar, bu ayrı məsələ. Amma mənə görə elə bir insan yoxdur ki, o insan fəlsəfələnməsin belə deyək də, şey olaraq termin olaraq desək. Hə, mən ardında ciddi təməl olmaya bilər, bu öz yerində, amma müəyyən bir belə deyək də o hissəsini özündə ehtiva mütləq şey eləyir. Hə, bu şəxslərlə söhbət məsələsi burada əslində yəni məsələ şeydən asılıdır da, olduğun məkandan, andan asılıdır. Elə bir an ola bilər ki, bəli sən ümumiyyətlə həyatı boyu kitab oxumayan bir insanla ünsiyyətdə olasan və o insanla ünsiyyət sənə xoş gələ bilər. Yəni burada yəni mənim belə bir seçimim yoxdur. Yəni ancaq fəlsəfə oxuyanlarla ünsiyyət qururam və ya mənim çevrəmdə ki, hər kəs fəlsəfə oxuyur. Hətta mənim çevrəmdə ümumiyyətlə kitab oxumayan biriləri belə var yəni. Və bu insanlarla ünsiyyət məni o qədər də belə deyək də, yəni sorğulamağa və yaxud da özümü vicdan əzabına sövq eləməyə sövq etmir yəni. Yaxşı, bu Və tələ idi də, səni tələyə sala bilmədim. İstəyirdim Hı. buradan nəsə tələ çıxardan. Bir dənə də sualım budur, məsələn, bunlar mənə maraqlı gələn suallardır. Niyə bu qədər çox filosof var? Nə bilim, o qədər izm var ki, yəni hər gün birini öyrənirəm də, hər gün bir yeni bir fəlsəfi terminlə tanış oluram, deyirəm, ay Allah, bu nədir görəsən? Yəni niyə bu qədər çoxdur da? Yəni filozofların başı qarışıqdırmı? Fəlsəfə ümumiyyətlə başını itiribmi? Niyə bu qədər termin var? Konkret sən özün dedin ki, çağdaş fəlsəfəni oxuyanda orada riyazi terminlər, daha belə elmi yanaşma var. Amma hələ də yeni terminlər yaranır da. Hər gün yeni bir termin yaranır. Axırıncı öyrəndiyim termin texnofeodalizm idi. Yəni qabağına texno qoyub başladılar bizim terminləri təzədən düzəltməyə. Niyə bu qədər çox filosof və fəlsəfi termin var? Bunun səbəbi nədir? Qarışıqdır, başları qarışıqdır, yoxsa planlı eləyirlər? niyə görə əslində belədir? Çünki misal üçün mənim bu yaxınlarda YouTube kanalında bir bu cür deyim də silsilə videolar paylaşıram. Hər kəs üçün fəlsəfə başlığı ilə və oradakı giriş mövzusu fəlsəfə nədir mövzusudur. Orada bu cür bir ifadə işlədirəm ki, fəlsəfi ətraf, yəni öz ətrafını anlamaq üçün verdiyin suallar və bu sualların özünü sorulamaq üçün və bu sualların özünü sorulama sənətidir. Yəni bu tərəfdən bunu anlayıram ki, və həmçinin bunu anlamağınızı istəyirəm ki, fəlsəfə sənə bir cavab verir, amma bu cavaba inanmamağı da eyni zamanda verir və yaxud da ən azı inanmamağın üçün sənə müəyyən vasitələr verir. Əslində şeydə necədir riyaziyyatda və yaxud da bildiyimiz o fizik elmlərdə, konkret elmlərdə tutaq ki, 2+2 bərabərdir 4 və yaxud da cisimlər niyə yerə düşür? Bunun konkret bir cavabı var da, bunun 2-3 ehtimal cavabı yoxdur. Və yaxud da ehtimal olsa da buna artıq konkret cavab verilmir də, artıq ehtimali yanaşılır. Amma fəlsəfədə belə deyil. Fəlsəfədə ehtimaldır və sənin qəbul elədiyin müəyyən cavablar var. Və sən bu cavablar arasında seçim edirsən və bu cavabların özünü də başlayırsan sorğulamağa və bu başlayırsan sorğulamağa bir növ. Ona görə əslində bu qədər çox izm var, bu qədər çox filosof var, çünki heç bir filosof tam olaraq özünün həqiqət düsturu tapdığını iddia eləmədiyi üçün məhz həqiqət düsturunu tapmayanda da artıq kifayət qədər tənqidlər olur və yaxud da onun fikrini qəbul edib, amma daha formada çatdıranlar və yaxud da daha fərqli izah verənlər olduğu üçün yəni kifayət qədər filosof var və kifayət qədər izm var təbii ki. Yaxşı, maraqlı cavablar. Bu izmlərlə bağlı bir dənə sual verəcəm. Sonra əslində suallarım çoxdur, amma belə də yekunlaşaraq yavaş-yavaş. İzmlərlə bağlı mənim belə bir müşahidəm var ki, məsələn, insanlar daha çox belə bizim müzakirə klublarında gördüyümüz cavanlar bir dənə termin götürür, termini götürür ki, nihilizm və ya hedonizm. Buna baxır, Google-da yazır, Wikipedia 2 cümləli izah çıxır ki, bəs bu filan şey deməkdir. Və bu adam bunu bəyənir. Deyir ki, ana qış mənə xoşum gəldi. Və özünü nihilist deməyə. Və bu mənim özümün də başıma gəldi. Nə bilim, 18-19 yaşımda mənə də elə özümü adlandırdığım çoxlu istlər olub. Amma əslində zamanla mənim təcrübəm belədir ki, bir hansısa o nihilizmi və ya hedonizmi və ya optimizmi hansısa da belə deyək, hansısa bir termini
başa düşmək vaxt alır. Həm öz şəxsi təcrübələrindən görürsən, hiss edirsən, yaşayırsan. Yavaş-yavaş da, yavaş-yavaş o terminin reallığına çata bilirsən. Mən elə müşahidə eləmişəm. Bəs səncə bir adam özünə nihilist, nə bilim, antinatalist və ya başqa bir ad deyə bilmək üçün hansı prosesdən keçməlidir? Yəni bir cümlənin izahı ilə bilmək olarmı, yoxsa necəsə bir başına bir ilk mi gəlməlidir? Sən nə düşünürsən? Bilmirəm, izah edə Ha, bildim ya yox. yox, izah elədin, izah edə bildim, bəli. Buna bu cür cavab verim də, Tunay. Misal üçün, mən artıq 10 ildir ki, belə deyək də, dini inancını söhbət edir təbii ki. Və amma misal üçün, sual versən, mənim 10 il əvvəlki düşüncələrimlə və 10 il əvvəlki o izmimi, qəbul etdiyim izmimi, verdiyim sübutlarla indiki sübutlar arasında yerlə göy qədər fərq var. Və mənim o anki anlayışımla indiki anlayışım arasında da fərq var. Və böyük ehtimal ki, mənim bir 10 il sonra da mənə bu sualı versən, mən yenə deyəcəm ki, 10 il əvvəlki cavabımla indiki cavabım arasında da fərq var. Bu çox normaldır. Niyə görə normaldır? Misal üçün, buna şeyin çox yaxşı açıqlaması var, Graham Oppinin. Graham Oppin deyir ki, bizim əlimizdə müəyyən açıqlamalar var və bizim əlimizdə müəyyən əsaslandırmalar var və bu əsaslandırmaları biz öz həmin o əsaslandırmaya qədər öz şüurumuzla və həmçinin də öz anlayış tərzimizlə yanaşırıq. Yəni, misal üçün, əlimizdə bir arqument var. Bu arqument də həmin ana qədər bizim idrak səviyyəmiz və yaxud da anlama belə deyək, səviyyəmiz hansı səviyyədədirsə, biz o arqumenti o cür qəbul edirik. Yəni, bu gün, misal üçün, mən burada fəlsəfi termin deyirəm. Həyatı boyu, tutaq ki də, indiyə qədər bir kifayət qədər fəlsəfə oxumuş biri bu termini olduğu kimi anlayır, amma ilk dəfə də bu termini eşidən və fəlsəfə ilə iç-dışlıda türkçəldirmiş olmayan bir şəxs bu termini bəlkə də xətalı anlayır. Yəni, bu çox normal bir prosesdir. Ona görə əslində bizim o şüurumuz, bizim zehnimiz, biliklərimiz inkişaf edib fərqli bir səviyyələrə çatdıqca biz o anlayışları da fərqli anlaya bilirik. Bu gün, misal üçün, sən demiş, biz hansısa bir izmi araşdırırıq, internetə yazırıq, bir-iki cümləlik tərif çıxır qabağımıza və biz deyirik ki, əfsus, mən anladım, başa düşdüm. Amma həmin izmlərlə bağlı, misal üçün, əlimizə bir kitab keçir və o kitabı oxuyanda görürük ki, yox, əslində bu tərif filan şey deyilmiş, filan şeymiş. Ona görə, misal üçün, hətta çox yaxşı bir ifadə var ki, sənin bir şeyi tərif halına salmağın, onu çərçivəyə salmağına səbəb olur. Yəni, bu gün mən fəlsəfəni bir təriflə izah edirəmsə, demək çərçivəyə salıram. Yəni, bu çərçivədən əslində qurtulmaq üçün bir növ təriflərdən də bir qədər uzaq durmaq lazımdır düşünürəm ki. Yəni, təriflərdən daha çox izahlara qaçmaq lazımdır. Yəni, mən fəlsəfə deyəndə 2 cümlə ilə yox, təbii ki, bu da absurddur. Yəni, mən oturub, mənə fəlsəfə nədir sual veriləndə oturub bir kitab yaza bilmərəm də ki, məsələn, yəni, ən azından fikrimi qısa şəkildə ifadə etməliyəm. Bunun həm belə deyək, insani cəhətdən də səbəbləri var. Çünki zamanımız qısa qalmasın. Burada heç kim oturub mənim 1 saat fəlsəfə nədir sualına verdiyim cavabı heç kim qulaq asmaq istəməz. Hamıya maraqlı nədir? Yəni, mən 2 cümlədə fəlsəfə nədir fikrimi deyim və çıxım gedim. Ona görə, hə, bəli, o 2 cümlələr yetərli deyil, amma çox təəssüf ki, yəni, bizim insan olaraq əlimizdə başqa variant da yoxdur. Mənə görə ki, sadələşdirəndə çox şey itir. Bəzi şeylər mürəkkəb olaraq qalmalıdır. Onu sadələşdirmək lazım deyil. Sadələşdirmək bəlkə də onun nələrdirsə itirməkdir və itirdiyimiz üçün də onu doğru düzgün qəbul edə bilmirik və anlaya bilmirik. Mənə elə gəlir. Mən növbəti suala Aha, buyur, buyur. Əslində bu biraz özü ilə şey ifadə eləyəcək, paradoksallığı ifadə eləyəcək. Bir şeyi sadələşdirmək onu öz mahiyyətindən çıxardır əslində. Öz belə deyək də, özünün ucsuz-bucaqsız anlayışından özünü salır bir cümlənin içinə, daxilinə. Çünki onsuz da bizim dilimiz bizi müəyyən bir çərçivəyə salır və bu çərçivənin içindən də sən özünə yeni bir tərif çərçivəsi yaradırsan. Yəni ona görə bəli, əslində qısa tərif səni bir çərçivəyə salır və sən əslində elə bilirsən ki, anlamısan, amma həmin o şeyin izahını oxuyanda və yaxud da onu praktiki olaraq görəndə görürsən ki, yox, əslində mən anladığım şey əslində bu deyilmiş. Gözəl, gözəl izah edin. Bir dənə sual vermək istəyirəm ki, fəlsəfənin ziyanları nələrdir bəs? Faydasından çox yaxşı danışdın. Fəlsəfənin ziyanları varmı? Kiməsə nə kimi ziyanlar ola bilər? Yaxşı sualdır əslində fəlsəfənin ziyanları.
Prosta ki, mən böyük ehtimal ya bu suala səmimi cavab verə bilməyəcəm, ya da ki, ümumiyyətlə cavab verə bilməyəcəm. Çünki bu biraz şeyə oxşayır da, o şəxsi inkişafla bağlı bir mentor və yaxud da koça şəxsi inkişafın ziyanlı tərəfləri nə deyə sual versən, məncə o buna cavab vermək istəməz və yaxud da cavab verə bilməz səmimi olaraq. Biraz da mənim YouTube izləmələrim fəlsəfədən gəldiyi üçün mən bu sualı bilsəm də səmimi cavab vermərəm. Yox, təbii ki, bu işin zarafat hissəsidir, amma açıq nə olmayım, ziyanlı tərəflərini belə çox üzərinə düşünməmişəm. Çünki mənə Bilirsən, məsələn, ziyanlı. sən bayaq dedin ki, fəlsəfə hamı üçün deyil və ya hamı üçündür. Hı -hı. Məsələn, hamı üçün deyil deyəndə orada o deyil hissəsində olan adamlara niyə deyil? Məsələn, onu da deyə bilərsən də yəqin ki. Hə, indi bu Ziyan ziyan üçün deyil hə, ki, yəni ümumiyyətlə. Hə? hə, bu ziyan olar olmaz hissəsi bir qədər təbii ki, yenə də subyektivliyə açıqdır. Hə, niyə o cümləni istifadə elədim? Ona sizin ziyan aidiyyəti yox idi. Mən niyə fəlsəfə hamı üçün deyirəm? Birinci bu suala cavab verim. Çünki bayaq da bildirdiyim kimi də fəlsəfə insani bir əslində seçimdir, insani bir əslində yönəlimdir. Buna görə də hamı əslində fəlsəfə eləyə bilir. Yəni bu etdiyi fəlsəfə həvəskardır, yoxsa akademikdir, bu işin ayrı tərəfidir təbii ki. Amma fəlsəfə nədir? Məsələn, sual verməkdir və yaxud da anlamaqdır, anlama istəyidir və əslində heç vaxt ömründə kitab oxumayan və yaxud da yəni yeni-yeni düşünməyə başlayan insan belə öz olduğu ətrafın nə olduğunu, özünün harda olduğunu və yaxud da özünü anlamağa çalışmaq üçün bəzi suallar verir və bu sualların özü elə fəlsəfədən keçir və yaxud da ən azı fəlsəfənin ilkin o suallardır. Ona görə əslində fəlsəfə hər kəs üçündür. Amma niyə həm də hər kəs üçün deyil? Misal üçün tutaq ki, hamı maraqlı deyil asılı fəlsəfənin əxlaq sayısı və yaxud da fəlsəfənin bilgi fəlsəfəsi, biz bilgi necə əldə edirik və yaxud da idrakin hansı formaları var. Bunlar heç də hamıya maraqlı mövzular deyil və mən heç zaman da bunu kiməsə məcbur olaraq sən bunu oxumalısan, oxumursansa cahilsən kimi bir ifadə səsləndirə bilmərəm. Ona görə əslində həm hamı üçün, həm də heç kəs üçün də belə deyil. Amma belə ziyanlı tərəflərini xüsusi olaraq yenə deyirəm, mü mütləq ki vardır, mütləq ki var. Amma bu suala mən cavab verə bilməyəcəm, yəni açığı. Aydındır. Mənə elə gəlir ki, ən belə ziyanlı, ən belə pis tərəfi odur ki, sən artıq hər şeyi şübhə ilə yanaşmağa başlayırsan. Çünki fəlsəfə bir növ sorğulamaqdır. Hər şeyi sorğuluyursan, həm öz dəyərlərini, həm başqalarının dəyərlərini, inanclarını, bütün mənanı, gördüyün mənalı şeyləri, insanların davranışını, hər şeyi sorğulamağa başlayırsan və sorğulamaq səni skeptik edir. Yəni hər şey şübhəli və hər şey şübhə ilə yanaşanda artıq nələrsə itirirsən də. Yəni nələrsə itir, nələrsə ilk dəfə onu təcrübə eləyəndə, sənə ilk dəfə gələn bir məlumatı, bir hissi, bir duyğunu bəlkə də sorğulamağa başlayırsan. Bu fəlsəfənin verdiyi sənə bir vərdiş kimi, sənə qazandırdığı belə pis bir vərdiş kimi sən onu sorğulamağa başlayırsan. Və o sorğulamağa başlayanda artıq onun da təbiiliyi və gözəlliyi itə bilir. Bilmirəm, biraz daha belə romantik cavab oldu, amma mənə elə gəlir ki, biraz həm də adamı narahat eləyir. Yəni fəlsəfə oxuyub rahatlıq tapan adamlar belə yəni mən görməmişəm də. Oxuyursan, fəlsəfə öyrənirsən, hansısa filozofun sualını, kitabını oxuyursan və sənin onu oxumamışdan əvvəl sənin bir dənə sualın var idisə, həmin şeyi oxuyub öyrənəndən sonra artıq sənin 10 dənə sualın var. Yəni Aha. fəlsəfə sənin suallarını bölüb çoxaldır. Sənə cavablar vermir. Cavab verən filozoflar var. Məsələn, o stoizm və ya belə də praktiki yanaşma verən filozoflar, fəlsəfə axınları var. Çox azdır və bəlkə də hamı ora çata bilmir və ya hamıya o faydalı olmur, hamının gözlədiyi şeyi ora tapa bilmir deyə. Mənə elə ki, fəlsəfə adamı narahat edir və çox narahatlıq gətirir. Bəlkə də bir çox adama o narahatlığa ehtiyac yoxdur, yəni ehtiyac yoxdur o narahatlığa. Əgər çox da maraqlı deyilsə və ümumiyyətlə rahat və xoşbəxtsinsə nəyə lazımdır fəlsəfə? Nəsə belə çox ümumi cavab oldu. Bu da mənim cavabım idi, fikrim idi. Demək bu da fikir Sonuncu, bildirirəm. Bir buyur. dənə fikir bildirim buna. Mən keçən il idi, səhv eləmirəmsə, bir seminarım olmuşdu. O seminarda belə bir fikir ortaya qoymuşdum. Demək 17 ya da 18-ci əsrdə olmalı, səhv eləmirəmsə. 17-18-ci əsrdə bu cür bir fikir ortaya atılmışdı ki, elm sehri öldürür. Misal üçün elm həddindən artıq qurudur, həddindən artıq hökmlərlə belə ifadə olunur, amma
şeir və yaxud da hekayə, ədəbiyyat daha belə romantikləşdirir, və yaxud da olsun spirituallıqda belə deyək, məsələləri daha romantikləşdirir, daha o yumşaq səslərdə və yaxud da anlayışlarda saxlayır deyə elmə qarşı belə çox həddindən artıq bu ədəbiyyatçılar tərəfindən bir önyarğı var idi. Amma misal üçün bu gün 20-21-ci əsrdə xüsusilə də elmə daha fərqli yanaşmalar var ki, əslində bizim sehr anlayışımız dəyişsə, biz elmi heç də sehirli olmayan və yaxud da quru, sadəcə riyazi düsturlardan ibarət bir şey kimi görməliyik. Bunun ən yaxşı örnəyi astrofizikdə səhv eləmirəmsə Sagan. Saganın çox yaxşı bir ifadəsi var ki, biz hamımız ulduz tozuyuq. Ə, Bu əslində kifayət qədər şeirsel yanaşmadır. Və yaxud da misal üçün biz hamımız əslində bu kainatın bir parçasıyıq və kainatın bənin içindəyik. Yəni də burada əslində sən şey deyirsən də, misal üçün biz hər şey şübhə ilə yanaşmaya başlayırıq, artıq hər şey bizi narahat eləməyə başlayır. Mən də tam əksinə deyirəm ki, əslində hər şeydən şübhə etməmək, hər şeydən şübhə etməkdən çox daha təhlükəlidir və bizi həyatda saxlayan əslində hər şeydən şübhə etməkdir. Çünki biz hər şeydən şübhə etməsəydik, əslində bu dəqiqə həyatda olmazdıq. Bu ifadəni məsəl üçün Michael Shermer deyir öz kitabında. Michael Shermer qısa olaraq ifadə edeyim. Shermerə görə tip 1 və tip 2 xətası var. Məsəl üçün Shermer deyir ki, biz insana bənzərik misal üçün. Bir savannada yeriyirik və savannada bir səs eşidirik. Bu səsin iki ehtimalı var. Ya misal üçün külək o otların arasında süzülür deyə o otların səsi gəlir və yaxud da bu hansı bir vəhşi heyvanın səsidir. Biz əgər tip 1 xətası eləsək, yəni eləsək ki, yox, bu əslində vəhşi heyvanın səsi deyil, bu həmin o küləyin səsidir otların arasında. Bu zaman deyir biz əgər vəhşi heyvan hücumuna məruz qalsaq, həyatda qalma ehtimalımız çox aşağıdır. Yox, əgər biz tip 2 xətası eləsək, yəni əslində orada küləyin belə deyək də gələn səsidir, amma biz onu heyvanın səsinə ətf eləyirik və həmin ərazidən uzaqlaşmağa başlayırıq. Sonra görürük ki, yox, əslində elə küləyin səsi imiş, amma bu bizi həyatda saxlayır. Yəni bir növ o inanc bizi həyatda saxladır. Əslində bir növ fəlsəfə də buna belə deyək sövq eləyir. Sən deyirsən, məsəl üçün indiyə qədər çox izmlər var, çox düşüncələr var. Mütləq ki, bunun hansılarsa yanlışdır, doğrudur, amma mütləq ki, mənim və yaxud da sənin həyatında yanlış düşüncələr, yanlış hökmlər var. Amma bu yanlış düşüncələr, hökmlər sən öncədən şübhə etdiyin üçün səni artıq həyatda saxlayıb və yaxud da həyatda saxlamaq üçün müəyyən ehtimallar verib sənə. Yəni mən də bu cür daha fərqli yanaşıram da, belə deyək. Cahillik xoşbəxtlikdir yox, məsələ sorğulamaq, xoşbəxtliyin özünü sorğulamaq xoşbəxtliyin özüdür mənə görə. Sən özün də belə çox romantik cavab verdin. Aha, yəni əslində bax, bunu çox yanlış anlayırlar. Məsəl üçün elm sehri öldürür fikri də elmin sadəcə quru hökm həqiqət üzərində olduğunu belə deyək də irəli sürür, ön qəbul qoyur, amma əslində elm də belə deyil. Fərqi yoxdur, din olsun miflər, olsun spiritualizm və yaxud da elm, fəlsəfə, bunlar hamısı bir hekayə üzərində qurulur. Yəni bizim əlimizdə müəyyən məlumatlar və yaxud da buna türkcə çox yaxşı deyirlər əslində, çıxtılar deyirlər türklər, məlumatlar. Bu çıxtıların üzərinə biz müəyyən bir hekayə yazırıq və bu hekayəni daha yaxşı anlamaq üçün özümüz üçün sadələşdiririk, modelləşdiririk. Elmin əslində rolu budur və yaxud da fəlsəfənin. Biz həqiqət əldə eləmirik. Biz sadəcə bizə daha xoş olan, daha romantik gələn, belə deyək də, o hekayəni özümüzə izah edirik və onu qəbul edirik. Əla. Çox sağ ol. 1 saat artıq dolur. Mən istəmirəm çox uzatmaq. Məncə maraqlı oldu. Növbəti mövzumuz, yəni mən istəmədim ki, sırf hansısa fəlsəfi bir termin və ya fəlsəfi axın götürüb onu müzakirə eləyək. Onun əvəzinə, məsələn, bir dənə bizə maraqlı gələn bir sual seçib, o sualın ətrafında olan fəlsəfi axınları, fəlsəfi fikirləri danışmaq. Belə bir fikrim var. Növbəti mövzumuz insanın özünü tapması, bir fərd olaraq özünü formalaşdırması və bu fərdin cəmiyyətdəki rolu, cəmiyyətin ona təsiri, belə ümumi başlıq kimi deyirəm ki, növbəti dəfə bu haqda danışarıq. Oradan mən qəşəng sənin üçün yenə suallar hazırlayıb, oradan belə şaxələnib daha belə dərinləşə bilərik deyə düşünürəm. Məncə bu günlük bəs. Aha, buyur. Demək, bir fikir bildirim. Mən məsəl üçün YouTube kanalımda kimlərsə çağırıram qonaqları və onlara öncədən bir suallar verirəm.
və həmin şəxslər o suallar ətrafında gəlirlər, danışırlar. Amma burada sən mənə mövzu verməmişdin. Mən bura sadəcə sürpriz suallarla gəlmişdim. Amma indi fikir verirəm ki, bu cür olması daha maraqlıdır. Çünki sən nə sualla belə də üzləşəcəyini bilmədiyin üçün həmin anda əslində səmimi olaraq nə düşünürsənsə onu cavab verirsən və bu cür məncə daha səmimi və daha maraqlı olar düşünürəm ki, çox sağ ol var dəvətin üçün. Növbəti mövzular üçün də məncə maraqlı olar. Bizim üçün, həm izləyənlər üçün. Mən də təşəkkür edirəm. Sağ ol ki, gəldin, qoşuldun. Mənim bu qəribə suallarıma cavab verdin və iştirak elədin. Mən səs yazmamı dayandırıram.